Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Mən Elnur müəllim. Bu gün sizlərə sınaq 14-ün izahını təqdim edirəm. İzah keçməmişdən öncə sizlərdən xahişimiz budur ki, mütləq YouTube kanalımıza abunə olursunuz. Həmçinin bəyənib paylaşıb rəy yazmağı da unutmursunuz. Mütləq rəylərinizi yazın. Həmçinin məlumat üçün bildirim ki, bizim tam ödənişsiz WhatsApp qrupumuzdan faydalanmaq istəyən yoldaşlarımız qeyd edilən bu nömrənin WhatsApp-ına yazırsınız. Biz sizə həm Azərbaycan dili, həm də ədəbiyyat fənni üzrə tam ödənişsiz qrupa əlavə edirik. Keçək isə suallarımızın izahına. Baxaq ilk sualın yoldaşlar. İlk sualın yoldaşlar bundan ibarət deyir ki, hansı tabesiz mürəkkəb cümlələrin tərəflərindən biri səbəb, digəri nəticə bildir. Demək ki, yoldaşlar bizə səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlə lazımdır. Firuz baba gəlmədi və Surayan qızıl qönçələrə əbədi yumuldu. Bəli, demək Firuz babanın gəlmədiyi üçün Surayan qızıl qönçələri əbədi olaraq demək yumuldu. Bir doğrudur. Kimsə qolundan tutub dartdı və onun yuxusunu dağıtdı. Baxın yoldaşlar, dartın da kimsədir, yuxusunu dağıdan da kimsədir. Bu sadə cümlədir. Çünki baş verən hadisələr bir şəxsə aiddir. Daşdəmir ayağı ilə süd verəsini aşırdı. Meşəbəyinin sanki başından aşağı qanlar su tökdülər. Bəli, demək Daşdəmir südü dağıtdığı üçün bu hadisə baş verib səbəbdir. Ağartıya pul vermirdilər. Qardaşı süd zavodu müdiri. Bu demək aydınlaşdırma ilə əlaqəli tabes mürəkkəb cümlədir. Firuzun maşının əylə tutmadığı, maşın elektrik dirəyinə dəydi. Bəli, demək əylə tutmadığı üçün maşın elektrik dirəyinə dəydi. Bu da səbəb nəticədir. Cavab yoldaşlar 1, 3, 5, yəni C variantı. Gəl yoldaş ikinci suala. Uyğunluq müəyyən. Deyir, hərəkətin subyekti və obyekti məlumdur. Əgər yoldaşlar bir cümlədə subyekt və obyekt məlum olursa, təbii ki, o məlum növdə olan feildən söhbət edir. Hərəkətin subyekti mübtədadır. Subyekti, demək hərəkətin obyekti mübtədadır. Subyekti məlum deyil. Təbii ki, məhsul növdən söhbət gedir. Subyekt hərəkət öz üzərində izləyirsə, təbii ki, burada demək qayıdış növdən söhbət gedir. Deyir, dərzi köynək daraltdı. Köynək daraldan dərzidir. Bu məlum növdə. Təbii ki, yoldaşlar 1-ə yazdı biz. Demək A bəndim, 1 də A olacaq. Sonra keçək 2-yə. Demək, səhər açılanda əhvalım çox yaxşı idi. Demək, səhər açılanda səhərin açılması, baxın yoldaşlar, səhərin açılması, səhər özü açıq təbii ki. Bu qayıdış növdədir. 3-ə yazdım B-ni. Bahar soyuq günündə hamamdan çıxardı. Kimsə tərəfindən bilmirəm. Məhsul növdədir. 2-ə yazdım C. Yoxda Sürəyən qızıl qönçələ açıldı. Qönçə təbii ki, özü açılır. Bu da demək qayıdış növdədir. 3-ə də yazdım D. Yuxarı dairələrə onun məsələsinə, yuxarı dairələrdə onun məsələsinə baxıldı. Baxıldı nəyə? Təbii ki, bu şəxssiz növdə olan feildir. Mən bunu heç bir yerə yaza bilmərəm. 1A, 2C, 3B, D. 1A, 2C, 3B, D cavabı yoldaşlar D variantı. Gələk üçüncü suala. Bir-biri ilə sinonim olan sözlər müəyyən. Baxın yoldaşlar, sinonim olmağın yeganə və ən başlıca şərti, yeganə demək ən başlıca şərtlərindən biri mütləq eyni nitq hissəsi olmalıdır. Bisavad sifətli oxunmuş, oxumamış feili sifətli. Şirin sifətli şəkər isimdir, götürmürəm. Kal sifətli yetişməmiş feili sifətli götürmürəm. Savadlı və bilikli bəli hər iki sifətli zaman sinonimdir. D variantı. Az saydı kiçik isə demək sifətli götürmürəm. Mütləq eyni nitq hissəsi olmalı. Cavab yoldaşlar D variantı. Təyini isim birləşmə ifadə olunmuş cümlə, yəni isim birləşmə birinci, ikinci və üçüncü növ təyin söhbətləşməsi söhbət gedir isim birləşmədən. Ürəkdən gələn söz həm ki ürəklərə yol tapar. Ürəklərə yol tapar nə? Söz hansı söz? Ürəkdən gələn söz təbii ki, bu demək feili birləşmədir. Ağıllı adamın axmaq qarşısında susması nə? Ağıllı adam susması. Hansı adam demək adamın susması, hansı adam ağıllı adam? Təbii ki, bu sifətdir, götürmürəm. Astronom elminin banisi Nəsrəddin Tusi elmə böyük töhfələr vermişdi. Nə etmişdi? Töhfələr vermişdi. Kim? Nəsrəddin Tusi. Hansı Nəsrəddin Tusi? Astronom elminin banisi Nəsrəddin Tusi. Təbii ki, astronom elminin banisi 3-cü növ təyin söz birləşməsidir və ismi birləşmədir. Cavab yoldaşlar C variantı. Komandir əlif, komandir demək burada hansı əlif isimdir bu? Cavablandırılmamış hər sual onun haqqında düşünmə məzbu edirdi. Nə məzbu edir? Nə məzbu edir sual? Hansı sual? Hər sual, hansı sual? Cavablandırılmamış sual. Cavablandırılmamış feili sifət hər isə təyin. Bizə isə ismin birləşmə dediyi üçün cavab yoldaşlar C variantı. Baxaq 5-ə. Bunu da bir sözə morfo baxımından nədir? Baxın yoldaşlar, əgər biz biri digər sayılardır, yəni 2 sayını əvəz edə bilirsə o saydır, əvəz edə bilmiriksə ədatdır. 1 bura bax görüm, 2 bura bax deyənmərəm bu ədatdır. Həyatda 1 ağac var idi, həyatda 2 ağac var idi bu saydır. Rənanın 1 qələmi var, təbii ki saydır. Sən də 1 dayan bu isə ədat. Təbii ki, demək 2 ilə 3 demək saydır. 1-dən isə 4 ədatdır. 2 3 say, 1 isə 4 ədat. Uyğun cəlb yoldaşlar demək 1 4 ədat, 2 3 isə say. Cavab yoldaşlar A variantı. Gələk növbəti suala. Deyək ki, elə Venneqramda yanlış fikirləmə ödün. Təbii ki, bizə yanlış fikir lazımdır. Sonra köməkçi nitq hissəsi.
Sonra köməkçi nitq hissəsi, yəni sonra təbii ki burada qoşma kimi düşünəcəksən bunu. Ən köməkçi əni təbii ki ədat kimi düşünəcəksən. Zaman zərfidir. Təbii ki zaman zərfi deyil, bizə sonra köməkçi nitq hissəsindən söhbət gedirsə, demək zaman zərfi deyil. Təbii ki biz burada demək biri götürməyəcək, bir yəni yanlışdır. Qoşulduğu sözdən sonra işlənir. Bəli, qoşmalar qoşul sözdən sonra işlənir, doğrudur. Amonim söz kimi işlənə bilir. Ən söz amonim deyil, 3 də yanlışdır. Leksin məna malik deyil, təbii ki hər ikisi malik deyil, doğrudur. Sözə bitişik yazılmır. Bəli, sözə bitişik yazılmır. Əslində 5 yanlışdır, çünki sonra sözdə sözə bitişik yazılmır. 5 ortada olmalı idi, deyil, ona görə səhvdir. Sözün təsir gücünü artırıb, təbii ki təsir gücünü artıracaq. Bu yoldaşlar 1, 3 və 5 sənin yanlış fikirlərindir. Gələk növbə suala. Aslında zərfin quruluşda 3 növünə aid bir numara var, yəni sadəcə mürəkkəb. Asıda səslənən musiqi yavaş-yavaş qəlblərə yer alır. Təbii ki burada asıda və yavaş-yavaş burada demək düzəltmə yoxdur. Ucadan düzəltmə, danışan əli yavaş-yavaş yuxarı qalxıb baba dağa get. Baxın yollar, ucadan düzəltmə, yavaş-yavaş mürəkkəb, yuxarı isə sadə. Sadəcə mürəkkəb hər üç məna növü var. Çox ovlaqlar içində çox ovları ovladım. Aşıb daşan arzumu mən artıq cəlov. Burada təbii ki zərf yoxdur. Aşıb daşan isə feili sifətdir, lazım deyil. Eynəkdə cənab təsbihli ağa qalxıb əl verdi bir-birinə. Təbii ki bir-birinə burada demək ki mürəkkəb əvəzlikdir, qeyri-məna əvəzlikdir. Çəçlərin qoxusu asta-asta gələn baharın nəfsini sakitcə hiss etdirir. Təbii ki yoldaşlar burada asta-asta mürəkkəbdir, sakitcə isə demək sakitcə hiss etdirir, sakit, sadə, cazib, çünki burada ədatdır. Biz burada düzəltmə, demək, zərf görmədik. Cavab yoldaşlar B variantı. Gələk 8-ci suala. Həmcins xəbərli sadə cümlə edin. Təbii ki, həmcins xəbərli bir mübtəda tərəfindən idarə olmalıdır. Bu gün dostlar, qohumlar, qonşular, hamı biz dedik. Təbii ki, burada həmcins mübtədalar var, həmcins xəbərlər yoxdur. Alçaq yerdə yatma, sellər alar, yüksək yerdə yatma, yellər alar. Təbii ki, alçaq yerdə yatma, yüksək yerdə yatma, bunlar həmcinslər deyilir. Çünki ayrı-ayrı demək, yerdə yatma, alan sellərdir, nə bilim, yellər alır və s. Burada həmcins biz xəbərdən söhbət edənməz. Xoş avazlı şən nəğmələr onun könlünü oxşar. Təbii ki, burada bir dənə xəbər var, həmcinslik yoxdur. İnsanlığın bəlası paxıllıqdır, xudpərəstlikdir və demək, özünü öyməkdir. İnsanın bəlası nədir? Paxıllıqdır. İnsanın bəlası xudpərəstlikdir, insanın bəlası məhz özünü öyməkdir. 3 dənə həmcins xəbər ard-ardan işlənir. Güləriz və Mehriban müəllim içəri girdi. Təbii ki, burada Güləriz müəllim, Mehriban müəllim bu həmcins təyindir. Burada xəbər alınışı yoxdur. Zabız yoldaşlar 8-də D variantı. Gələk 9-cu suala. Hansı cümlədə tün qara şriftlə verilmiş söz cümlədən çıxarırsa özündən əvvəlki sözün ümumi qram mənası dəyişər. Az günə olanda çox adam şadlı. Baxın yoldaş, mən burada adamı silsəm, adamı silməmişdən öncə deyim ki, çox burada saydı təbii ki, çox saydı, çünki isim aiddir. Mən burada adamı silsəm, təbii ki, çox artıq demək zərfə aid olacaq və bayaq say olduğu halda indi isə zərf olacaq. Çünki bayaq adam isminə aid olduğu halda indi isə şadlanmaq feilinə aid olacaq. Onca yolu cavab olacaq A variantı. Hava soyudu, indi soyudu. Yəni istənilən halda indi zərfdir, zərf ola qayır. Bu oğlan şəhərdə yaşayır. Demək mən oğlan silsəm bu şəhərdə yaşayır. Bu istənilən halda yenə də əvəzlikdir. Dağlar isimli istənilən halda, təşkilatlar da isimli istənilən halda dəyişmir. Cavab yoldaşlar A variantı. Hansı yazı növünə aid nümunə yoxdur? Təbii ki H2SO4. Təbii ki bu ideoqrafik yazıdır. Hərfi yazı, yəni fikir yazı təbii ki getdi. Zooparkın qarşısında ilan şəkli, təbii ki bu ilan var orada, bu şəkli yazıdır. Piktoqrafik də şəkli yazıda deyirlər. Bu da getdi. Şəkli və hərfi də getdi. Dövlət xəritəsini qılınc və qalxanı göndərməklə fikrin çatdırılır. Təbii ki burada əşyalar göndərəmsə bu əşya yazıdır. Ayaqqabı dükanının vitrinə qoyulan ayaqqabı təbii ki bu da şəkli yazıya aiddir. Demək yoldaşlar, üzr istəyirəm. Demək hərfi yazı nümunə yoxdur. Hərfi yazı nümunə yoxdur. Digər isə var. Zabaz yoldaşlar onda D variantı. Hansı nümunədə duruş işarəsi səhv qoyulub? Qarabağa Azərbaycan dilbə görüşəsinə demək əlavə var burada, tredən işlənib və eyni zamanda burada həmcins demək mübtədalara, həmcins üzvlərə aid olan təbii ki bu ümumiləşdirici söz var, doğrudur. Bayatı bir bəndə dördü şeir şəklində şifahi xalq ədəbiyyatının qədim yanlarında bayatı bir bəndə dördü şeir şəklində, əgər desəydik bayatı bir bəndə dördü şeir şəkli, bax bunu silsəydik deyərdik ki, bayatın əlavəsidir. Bayatın burada əlavəsi yoxdur. Təbii ki burada tredən istifadə olunmadı. Çünki deyir ki, bayatı bir bəndə dördü şeir şəklidir. Sadəcə olaraq bir cümlədir. Yəni burada heç bir əlavə olmadığı üçün tredən istifadə edə bilməz. Arifin dostları ümumiləşdirici söz doğrudur. O Bakıya gələndə bizim məhəlləyə də, parka da baxma gedirdi. Demək, iştirak bağlayıcısı olmalıdır və o mübtədadır. Özündən sonra isim gəlib olmalıdır, doğrudur bu. Artıq demişdir, təbii ki, vasitəsiz nitq özündən sonra qoşan nöqtə və dırnaqlar olmalı idi. Bu da doğrudur. Cavab yoldaşlar B variantı yanlış fikirdir.
12-ə baxaq. Hansı nümunədə məqsəd imtahanına görə demək, Qarabağ bizim yolumuzu gözləyir nümunəsi ilə eynidir. Demək ki, burada nəqli cümlədir, gözləyir. Duruş şahıs məqsəd şəkildə buraxılmışdır. Qarabağ bizim yolumuzu gözləyir, yaxud gözləyir. Baxın, qış aylarında necə gecə uzun olur, yoxsa qısa? Təbii ki, bu sual cümləsidir. Ona baxın, olarmı sual cümləsidir. İçəri şəhərdə qədim tariximiz yaşayır, nəqli cümlə. Ədəbiyyatımızda komediya yanları əsasını hansı hərəkət qoyub sual cümləsi. Ay aman, torpaq necədə sürüşkən, bu da nida cümləsi. Baxın, yoldaşlar, sual indi olduğu halda təbii ki, bu nəqli cümlədir və bizim cavabımız olacaq D variant. Çünki digərləri bu sual cümləsidir. Sual cümləsi bizə uyğun gəlmir. Cavab yoldaşlar 12-də D variant. Gələk növbət suala. Hansı cümlənin məqsəd və intonasiyaya görə növünü müəyyən etmək olunmur? Baxın, tamaşaçılarla özümüz danışaq. Təbii ki, biz burada bunu, baxın yoldaşlar, deyəm tamaşaçılarla özümüz danışaq. Sən bunu sual cümləsi kimi düşünə bilərsən. Eyni zamanda özümüz danışaq, sən bunu əmr cümləsi kimi düşünə bilərsən. Bari onlarla bizdə danışaq. Təbii ki, bu nəqli cümlədir. Qoy başımızla gələnlərə danışaq. Bu əmr cümləsidir. Təbii ki, yaşasın Azərbaycan-Türkiyə dostluğu bu nida cümləsidir. Siz çıxış etdiniz, yəni bu sual cümləsi. Amma mən A bəndini həm tamaşaçılarla özümüz danışaq. Mən bunu həm əmr cümləsi kimi düşünə bilərəm. Heç sual cümləsini demirəm. Demək, əgər mən bunu kaşdan düşünsəm, kaş özümüz danışaq. Bu olar demək yoldaşlar, demək nəqli cümlə olar, yəni arzu ədatı işləmiş olardı və bu danışa bu cür təhlil edən və olardı bu demək nəqli cümlə. Eyni zamanda gəl tamaşaçılarla özümüz danışaq. Bu cür düşünsəm isə əmr cümləsi ola bilərdi. Demək yoldaşlar, cavab A bəndi həm əmr, həm də nəqli cümlə kimi düşünə bilərəm. Hansı sırada fe'lə isə köməkçi sözcüyü ilə işlənmişdir? Baxın yoldaşlar, bunun ideal bir qaydasını demsə, isə ümumiyyətlə sasədən əvvəl əgər sən maq şəkilsi qoşa bilirsənsə, orada isə yoxdur, sasə şərt şəkili var. Qoşa bilmirsənsə, isə var. Baxın, maraqlanmaq. Maq qoşa bildim yoldaşlar, demək ki, burada isə yoxdur. Sonra baxın, demək, düzülmək. Təbii ki, burada maq qoşdum, hissəci yoxdur. Sonra alışdırmaq. Təbii ki, burada maq qoşdum, hissəci yoxdur. Sonra açılmaq. Təbii ki, burada maq qoşdum, yoxdur. Amma boylanarmaq olmaz. Görüşmüşmək olmaq. Çağrışacaqmaq olunmaz. Demək, burada yoldaşlar hissəcikdir. Digərləncə şərt şəkilidir. Yadda saxlayırıq ki, sağdan əvvəl maq qoşa bilirsənsə, orada hissəcik yoxdur. Bax, bunu yadda saxla. 15-ə bax yoldaşlar, hansı fikir səhvdir? Yalan və səhv sözləri sinonim deyil. Çünki yalan isimdir, səhv sifətdir. Təbii ki, demək sinonim deyil. Çünki müxtəlif nitq səsdir. 50 sözü quruluşsa görə iki cür düşünə bilər. Bəli, təbii ki, 50 sözünü həm mən say kimi də düşünə bilərəm. Yəni, say 50. Eyni zamanda mən deyirəm ki, 50 ayaqlı, yəni lığını mən leksik şəkilsi kimi də düşünə bilərəm. Bu yuxarı düşdü, biraz elə biləsə olsun, zat xeyr. 50 sözünü eyni zamanda mən əl sözün kökü və leksik şəkilsi kimi düşünə bilərəm. Doğrudur. Armudu sözü həm quruluşu, həm də ümumi qram mənasına görə iki cür düşünə bilir. Bəli, deyirəm ki, məsələn, armudu stəkan, leksik şəkilsi. Eyni zamanda deyirəm ki, armudu yedi, nəyi? İsim ola bilər, sifət ola bilər, təbii ki, doğrudur bunlar. Dairəvi isim və sifət kimi işlənən leksik məna sözüdür. Təbii ki, yoldaşlar, dairəvi sifət kimi işlənən, amma heç bir halda isim kimi işlənə bilməz. Bivəfa və vəfalı sözlər antonim deyil. Bəli, çünki bunların kökü eynidir. Yadda saxlayın, kökü eyni olan sözlər heç və antonim olmaz. Zabaz yoldaşlar demək D variantı. Hansı nömrədə söz düzgün işlənməyib? 2 göz maşını. Təbii ki, göz olmaz burada. Məsələn, göz adının otağa aiddir. Məsələn, 2 göz otaq, 2 göz şkaf və s. olmaz burada. Bir yeşik alma doğru, bir cüt əlcək doğru. Bir qətrə göz yaşı doğru, 2 tikəgən doğru. 2 göz maşın olmaz təbii ki. 2 göz otaq ola bilər, 2 göz şkaf ola bilər və s. Gələk 17 sual təbii ki, dəftər və dəftərlər. Demək, dəftər olur yoldaşlar, dəftərlər olur, dərdərlər kimi tələffüz olunur. Şəkilsiz sadə sözdür. Təbii ki, şəkilsiz deyir ki, bizə şəkilsiz sadə sözdür. Təbii ki, bunların hər birisində şəkilsiz işlənib, ən azı qramat şəkilsiz işlənib. Demək, şəkilsiz sadə sözdür deyirsə, bir təbii ki, səhvdir. Şəkilsiz, baxın, bizə deyir ki, doğru kimi edim, dəftərlər. Şəkilsiz sadə sözdür. Hə, təbii ki, üzr istəyirəm, şəkilsiz yoxdur, amma ikincisində var. Sadə sözdür, təbii ki, hər ikisi doğrudur. Tərkibində 2 hissədən ibarətdir. 2 hissədən ibarət yoldaş sözlər ya mürəkkəb olmalıdır. Mürəkkəb deyil, təbii ki, səhvdir. Bir qrammatik şəkilsi var, təbii ki, doğrudur. Yazılı deyil tələffüzü bir məqamda fərqlənir. Təbii ki, bu səhvdir, çünki 2 məqamda fərqlənir. Zabaz yoldaşlar 1, 2 və 4, yəni C variantı. Gələk 18-ci sola. Hasonumuzda cümlə üzvləri ilə sintaktik əlaqədə olmayan, baxın yoldaşlar, cümlə üzvlərindən söhbət gedirsə, cümlə üzvləri sintaktik əlaqədə olmayan bir xitabdır və yada saxlayırıq. Xitabdır,
Bir də yoldaşlar ara sözdür. Ara söz. Aydın oldu mu? Xitab varı sözlər cümlə özünə əlaqədə olmur. Turan sözün doğrusu tarix bir parçasıdır. Təbii ki, Turan xitabdır, sözün doğrusu da ara söz. Zaboz abəndir. Azərbaycan öz xalq səsini dünya duydu. Burada xitab yoxdur, ara söz də yoxdur. İsmail Bəyli kəndində kənd təsərrüfatı yaxşı inkişaf edib, yoxdur. Şuşa Qarabağ Mədəniyyət Mərkəzi xarici qonaqlar qəbul edir, yoxdur. Əziz Məmmədov sinergetika sahəsində öz sözünü demiş ziyalımız, bu da yox. Zaboz yoldaşlar demək A variantı. Klassda tamamla bilən nümunəni müəyyən. Feilin iki müxtəlif şəklində başa düşülə bilən sözdür. Bəli, düşürsə. Təbii ki, mən burada düşürsə, bu cür düşünsəm, təbii ki, bu şərt şəkli. Eyni zamanda düşürsə, bu indiki zamanda olan feil kimi də düşünə bilərəm. Bitirsə, təbii ki, həm şərt düşünə bilərsən, həm xəbər düşünə bilərsən. Çıxardı. İstanbulda bu xəbər şəklidir. Qopardı xəbər şəklidir. Vidalaşsa yox. Yarışaq sözünü biz demək yoldaşlar həm əmr şəklində düşünə bilər. Gəl yarışaq, eyni zamanda kaş yarışaq, biz bunu arzu kimi düşünə bilərik. 1 və 5 yəni A variantı. Bax, diqqətli olsun, baxın yoldaşlar. İkili düşünə bilən feillər var. Təbii ki, biz burada yada saxlayın ki, vurğu qoyulan hissə feilin şəkillərin şəkilçisi. Bitirsə, əgər vurğunu irə qoysam zaman şəkilçisi xəbər şəkildə, sonra qoysam bitirsə, bu artıq şərt şəklindədir. Aydın oldu mu? Düşürsə, irə qoysam vurğuna xəbər şəkli, birdən düşürsə, sonra qoysam şərt şəklidir. Demək ki, cavab olacaq A variantı, yəni 1 və 5. Baş sözlərdən söz birləşməsi ifadə olunduğu nümunə, yəni mübtəda və xəbər söz birləşməsi ifadə olmalı. Bağlı adamın öz ruhu özünə ziyandır. Baxın, ziyandır, nə ziyandır? Adamın ruhu, təbii ki, burada ziyandır, söz birləşməsi deyil, bu getdi. Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. Baxın, nə edir? Əsrlərin varisi edir. Nə kitablar? Bunun mübtəda kitabdır, götürmürəm. Kitaba malik olmamaq əqli yoxsulluğun ən yüksək dərəcəsidir. Baxın, yoldaşlar, əqli yoxsulluğun dərəcəsi, üçüncü nöqtənin söz birləşməsi nədir? Əqli yoxsulluğun dərəcəsidir. Nə? Kitaba malik olmamaq. Bunun mübtədası yoldaşlar, feili birləşməklə ifadə olunub, xəbəri isə isim birləşməli ifadə olunub. Cavab yoldaşlar C variantı. Qəpiklər manat əmələ gətirdiyi kimi oxumaq da bilik əmələ gətirir. Nedir? Demək əmələ gətirir. Nə bilik əmələ gətirir? Oxumaq. Demək ki, burada demək tərkib yoxdur. Kitabxana insan ruhunun bütün zəngitlərinin xəzinəsi. Baxın, nədir? İnsan ruhunun xəzinəsidir. Nə? Kitabxana. Bunun mübtədası söz birləşməsi deyil. Cavab yoldaşlar C variantı. Hal şəkilçilə əvəzli işləndiyi nümunə müəyyəndir. Dərsliklərdə bu da yazılmışdır ki, hamı dərsə gəlməlidir. Hamı yoldaşlar, demək şəkilçi yoxdur. Bir dəfə bizim rayonun, təbii ki, yoldaşlar, bizim. Təbii ki, burada yəli şalla əvəzlik var, B variantı. Kimi dərsi oxuyur, kimi yazır. Təbii ki, burada leksik şəkilçidir, qeyri-müəyyən əvəzlikdir. Kimsə bu dünyanın yaşını bilməz, kimsə qeyri-müəyyən əvəzlik düzəltmədir. Dünyanın öz arşını var, insanların hərəsi. İnsanların hərəsi, bu isə mənsubiyyətdir, götürmürəm. Tabi yoldaşlar demək B variantı bizim sözü. Baxın növbəti. Hansı cümlədə mürəkkəb adı yazılışına səhv var? O, Nargin adasında təbii ki, yoldaşlar, adadır, yarımadadır, səhradır. Bu sözlərin ikinci hərf kiçik hərfdən olmalı idi. Bu doğrudur. Xəzərdən 7 bal gücündə zəlzələ baş verir. Burada heç bir dəniz sözü kiçik yazılıb. Doğrudur. Azərbaycan milli qəhrəmanı, təbii ki, milli qəhrəmandır, bütün sözü böyük hərfdən olmalı. Doğrudur. Xarici Nazirliyi doğrudur. Bakı İcra Hakimiyyəti isə doğrudur. Zabaz yoldaşlar A bəndi. Çünki ada, yarımada, dəniz, çay, okean bu kimi ifadələrdə ikinci söz kiçik hərfdən yazılmalı idi. Zabaz yoldaşlar demək 22-də A variantı. Gələk yoldaşlar 23-cü suala. Ən azı iki fərqli nitq hissəsi kimi düşünülə bilən sözlər müəyyən. Yaradır yoldaşlar, baxın yoldaşlar diqqətli olun. Yaradır istinadlı feildir. Çünki yaradır sözü edir məsələn o bu işləri yaradır sözü, yaratmaq feili var. Baxın, əgər bu, sən desək, müəllim, bu yaradır, isim kimi düşünə bilərəmmi? Xeyr. Əgər bunu sən isim kimi düşünsən, bu söz belə tələffüz olunardı. Yaradır. Baxın, əlimdəki yaradır. Bu belə tələffüz olunmalıdır. Demək, yaradır sözü istinadlı feildir. Qanadlı sözü bəli, iki cür düşünə bilərsən. Həm qanadlı kimi, baxın yazıram ki, qanadlı misralar. Eyni zamanda deyirəm ki, o əlimi qanaddı. Baxın yoldaşlar, qanaddı. Həm feil kimi, həm də sifət kimi düşünə bilərsən. 2. Xalaya sözü yoldaşlar istinadlı isimli, həm xalça olsun, həm xala olsun. Qaraya sözü bəli, həm qaraya ola bilər, qaraya. Sifət eyni zamanda qarıya, qarı ismi ola bilər. 4. Demək, biri götürmədik, biri biz qoya bilmərik, biri götürmədik. Demək, biri getdi, 3 getdi, demək 2-dir. Dəli ise yoldaşlar həm dələ ola bilər, dələ, heyvan, isim, eyni zamanda dəli ola bilər, sifət, iki cür düşünə bilərsən təbii ki. Həm dələ, bax, həm bu söz belə ola bilər, dələ plus yə ola bilər, eyni zamanda
dəli plus demək yə ola bilər. Elə deyilmi? 5. Dəri isə yoldaşlar istənilən halda istər dərə olsun, istər dəri olsun, istənilən halda o isimli. Bizə isə deyək ki, 2 fərqli nitq hissəsi. Təbii ki, olacaq 2, 4, 5. Yəni 245 sənin düzgün cavabın 2, 4 və 5. 24-ə baxaq. Köməkçi nitq hissəsidir. Yalnız köməkçi nitq hissəsi amonim ola bilər. Baxın yoldaşlar, yəni sözü ola bilər təbii ki, 2 ola bilər. Yalnız köməkçi nitq hissəsinin amonim olma variantı. Belə sözü əvəzlik də ola bilər. Ah sözü isim də ola bilər. Da sözü yalnız köməkçi nitq hissəsi ola bilər. Demək, yəni ədat bağlayıcı 2, ədat bağlayıcı da demək həm ədat həm də bağlayıcı. Bu yoldaşlar 1, 2 və 5. 25-ə baxaq. Düzgün yazılmış söz deməkdir. Təbii ki, kar, güzar, ü olmalı idi, səhvdir. Peşman sözündə i yoxdur, səhvdir. Əqraba doğrudur. Kəhraba doğrudur. Kör təbilik sözündə 2 dənə i olmalıdır. Kör təbilik sözündə 2 i olmalı idi, səhvdir. Yəni burada 2 dənə i olmalı idi. Rahil sözü də doğrudur. 3, 4 və demək 6 sənin düzgün variantın. 26 baxaq yoldaşlar. Qonşu uşağın dediklərinə əsasən Pərvizin kitabı məqsudda edici cümləsi ilə bağlı doğru fikir təbii ki lazımdır. Müəyyədə. 3 isimlərin baxaq. Qonşu 1, uşaq 2, Pərviz 3, kitab 4, məqsud 5. Burada 5 isim işlənib. Demək bu yanlış fikirdir. Yalnız mənsubiyə şəkilsiz qəbul etdikdə kökündə saat düşən isimlər, demək onlar hansıları idi? Bədən üzvləri. Demək ki, burada uşaq sözü ola bilməz və ya qonşu sözü ola bilməz. Belə bir ifadə yoxdur. Onlar hansıları idi? Ağız, alın, burun, qayın, qoyun, ovuc, könül. Bu sözlər heç birisi burada yoxdur. Səhvdir təbii ki. Həm adlıq, həm də yiyəlik halda 2 isim var. Təbii ki, qonşu uşağın dedikləri. Uşaq yiyəlik haldadır. Pərvizin yiyəlik haldadır. Qonşu adlıq haldadır. Kitabı adlıq haldadır. Bəli, 2 adlıq, 2 yiyəlik var. Doğrudur. Sifətlə başlayıb isimlə tamamlanır. Qonşu sifət deyil, qonşu isimdir, səhvdir. Cümlədə bir köməkçi nitq hissəsi var. Təbii ki, qonşunun dediklərinə əsasən dediklərinə görə qoşmasından istifadə olunur. Cavab yoldaşlar 3 və 5 sənin doğru cavabındır. Gələk 27-ci suala. İfadələrin mənalarına uyğun olan frazeoloji birləşməkdir. Yardım etmək təbii ki, yardım etmək demək nə ola bilər? Əl atmaq. Mənim işimə bir əl at, yəni mənim işimə bir yardım elə, bir B. Bir işlə məşğul olmağa başlamaq, yəni belə də işte baş alıb getmək xeyr, can qoymaq, demək ki, xeyr, əl ilişdirmək. Bəli, bir əl ilişdirmək, yəni bir əlimi fırladım, işlədim. Hücum etmək təbii ki, hücum etmək demək qoşun çəkmək, hücum etməkdir. Başqa yolu yoxdur. Demək baş alıb getmək, harasa yol demək, can qoymaqsa gecə-gündüz çalışmaq deməkdir. Bunların heç birisi uyğun gəlmir. 1B, 2C, 3 isə. Belə dəyərli yoldaşlar, növbəti bir video uzaqda görüşəcəyik. Minnətdaram, təşəkkür edirəm.